Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və mu'in. İnsanı Allaha çatmaqdan, təkamülə çatdırmaqdan saxlayan amillərdən biri də insanın nəfs-i əmmarəyə sahib olmasından ibarətdir. Nəfs-i əmmarə adı üstündə, əmmarə yəni insanı əmr edən, hara əmr edən? İnsanı yaxşı işlərə yox, insanı daima pis işlərə sövq edən, pis işlərə yönləndirən nəfsə deyərlər, nəfs-i əmmarə. Allah eləməsin, əgər bir insan bu nəfs-i əmmarəyə sahibdirsə, bu nəfsi özündə kontrol altında saxlayamağa bacarmazsa, insan Allaha yetişə bilməz. Həzrət Əmirəl-Möminin əleyhissalam buyurur ki, nəfs-i əmmarə vəhşi və yırtıcı bir heyvan kimidir ki, əgər kontrol altında saxlanılmazsa, o hər şeyi hər kəsi parçalayır. Allah eləməsin, əgər bir insan bu nəfs-i əmmarəyə sahib bir insandırsa, yəni insanda bir nəfs vardır ki, bu insanı həmişə pis işlər görməyə, günahlara, haram məclislərə, haram şeyləri yeməyə, içməyə, danışmağa sövq edirsə, bu nəfs-i əmmarədir. Bu gərək kontrol altında saxlanılsın. Əgər Allah eləməsin, bu nəfs kontrol altında saxlanılmazsa, bütün ismət, həya, abır pərdələrini yırtıb aradan aparar. Ona görə müqəddəs Ramazan ayının fəlsəfələrindən də biri budur ki, insan bu ayda 30 gün, 16-14 saat az qalmalığı ilə, haramlardan çəkinməliyi ilə bu nəfsi əmmarəsindən mübarizə aparır.